gəlmişik Bülbül Vokal Məktəbinin açılışına. Yanıram akşam seher, demek ki eşk oduna. Yanıram akşam seher. Hər birinizi salamlayırıq. Azərbaycan Milli Konservatoriyasına xoş gəlmişsiniz. Bizim tədbir SSR xalq artisti Professor Bülbülə təsvir olunmuşdur.
yamansız, görüşmediklerim görürsüz yamansız. Aşık belimdedir, kemeri belimdedir, məni ağladım gedib, insaf öz elimdedir. Elacım nazlı yarım, o şirin dilimdedir, elacım nazlı yarım, o şirin dilimdedir. Yüzüme güle güle, ay kız evimin yıkım, yüzüme güle güle. Mən inanmadım ki, insaf öz elimdedir, elacım nazlı yarım, o şirin dilimdedir. Sen çek orada bin cefa, biz görek burada sefa. Ah, gel yarım. Müəllimim həmişə deyərdi ki, 1961-ci ildə Bülbülün vəfatı bizim üçün çox belə qəfil oldu. Çünki Bülbül hər zaman sağlam idi, hər gün bizlə görüşürdü, otaqda danışardı. Elə zaman olardı ki, biz deyir, saatlarla o öz İtaliyadakı müəllimindən danışardı. Bizim Azərbaycanda gələcək vokal elminə olan töhfələrdən danışardı. Bülbül Vokal Məktəbi də ölkədə ilk və yeganə ödənişsiz əsaslarla yaradılan məktəbdir. Mən bu məktəbin də məhz Milli Konservatoriyada bu ənənələrin davam etdirilməsi üçün də məhz hörmətli Kəmilə xanıma sonsuz təşəkkür edirəm. Teşekkür ederim.